Hoş gəlmisiniz. Necəsiniz? Hoş gəlmisiniz Səidə xanım. Buyurun. Çox sağ olun. Allah sizdən razı olsun. Təşəkkür edirəm dəvətinizə görə. Bizim borcumuzu mənəvi dəstək ola biliriksə, xanımlara, bəylərə yaşam mücadiləsində kömək ola biliriksə, nə xoş bizlərə. Narkomaniyada mənim özümü çox maraqlı olan bir şey var ki, hamı deyir ki, bircə dəfə istifadə elədim, bir dəfədən sonra başladı. Həqiqətən də o bir dəfədən nə baş verir? Aşırı həzz baş verir ki, Bəli, dopamin. deyirsən ki, ikinci dəfə, üçüncü dəfə bu yaxşıdır, yoxsa? Bəli. İlk dəfə həzz alanda insan dopamin çox hədsiz dərəcədə olur. Aslı insanların daxili çatışmazlığı var və bu 70%-dir. Hər hansı bir istifadədən, məsəl üçün narkotik deyək, bir dəfə istifadə edəndə mənim 70% daxili çatışmazlığım olur 110, 120. Digər insanlara nisbətən daha çox həzz alıram. Dopamin, endorfin, məndə serotonin, bütün hormonlar hədsiz dərəcədə başlayır qalxmağa. Və mən o həzzi özümdə elə götürürəm ki, elə bilirəm ki, mən bundan sonra həmişə bu həzzi alacam. Amma bir müddətdən sonra onu ala bilmirsən. Artıq ucu başlayır məndə fiziki ağrılarım, psixoloji ağrılarım, sosiallaşmıram, hamıdan kənara çəkilirəm. Əvvəl mənim yanımda məşq elədiyim idmançı dostlarım var idisə, məsəl üçün, bugünkü gün artıq mənim yanımda ancaq narkotik adətçilər var. Mən başlayıram bunlara meyil salmağa və mən bu narkotiki bir müddətdən sonra həzz almaq üçün yox, canımdakı ağrını belə çıxartmaq üçün, sakitləşdirmək üçün edirəm. Ona görə biz həmişə deyirik də, bu proqramın içində də var, bir dəfə çoxdur, 1000 dəfə azdır. Yəni nə olursa o bir dəfədən olur. Sonra 1000 dəfədə, milyon dəfədə eləsən, sənin üçün azdır, sən doymayacaqsan. Davamlı istifadə eləmək istəyəcəksən. Həqiqətən də o narkotik istifadə edənlərdən elə bir adam yoxdur ki, sadəcə belə deyək də o dadına baxmaq deyilir. Bizə bir dəfə dadına baxmaq üçün istifadə elədi və dayandı. Ki, sadəcə bunun dadını da bilməsin. Elə dayananlar da var. Çünki onda həzz ala bilmir. Narkotik istifadə edir, deyir, bu nə deyir? Siqar gedək onun yerinə oturaq içək ondansa. Çünki o içkidən həzz alır. Adam var ki, məsəl üçün, bəsnə, adam İnsana var ki, görə dəyişir yəni o. adam var ki, məsəl üçün, qumardan həzz alır. İçki içənlərdən qaçır, narkotik eləyənlərdən qaçır, amma qumar oynayanların yanına gedir. Çünki asıllığı bu yöndə inkişaf edir. Çünki buradan həzz alır. Çünki orada özünü psixoloji rahat hiss edir. Adam da var, belə proqram deyilsə, polinarkomaniya, belə ümumi istifadə edən. Fərqi yoxdur, içki də içir, dərman da atır, gedir, narkotik də eləyir. Onun üçün fərqi yoxdur, o daha çox həzz almaq istəyir. Bizim idmançılarımızı da bu uçuruma sala bilirlər. İdmançılar güclü insanlardır da, həm fiziki güclüdürlər, psixoloji güclüdürlər. Necə proses baş verir ki, onlar da təsirlənə bilirlər, bu narkotik bəlasına düşə bilirlər. İnsana baxmır. İstəyirsən 5 dəfə dünya çempionu ol, Azərbaycan Respublika çempionu ol. Fərqi yoxdur, yəni bizim o qədər gözəl idmançılarımız var ki, hal-hazırda bundan əziyyət çəkib bugünkü gün sağalan və əziyyət çəkən insanlarımız da var. Sadəcə bu onun, bilirsiniz nəyə baxır? Ətraf, mühit və emosional boşluğuna. Əgər özündə bir emosional boşluq tapırsa, artıq o idmandan həzz almırsa, başqa bir şeydən həzz almaq istəyəcək. İdman özü də bir insanda asıllıq yaradır. Bir də bir şey də soruşur. Məsələn, narkomanlarda müəyyən müddət sakitləşdiricilərlə, ağrı kəsicilərlə ilkin mərhələdə proses başlayır. İqramanlara necə təsir edir? Sadəcə danışıqla? Bəli. Mənim yanımda dəfələrlə iqramanlar olub ki, mədə-altı vəzində qrij əmələ gəlib, yaralar əmələ gəlib. Stressin özünün verdiyi xəstəlik ki, valla elə hər şeydən Bütün xəstəliklər stressdir, bəli. Ona görə də iqramanlara o şeylər detektikasiyaya ilkin etapda ehtiyac var. Amma onlara yəni o istək gəlmir də ki, mən bu dəqiqə oynamalıyam filan. Gəlir, amma sadəcə olaraq onlarla söhbət eləyəndə daha rahat danışmaq olur. 6 ay, niyə 12 ay elə inkar mexanizmidir. Xəstəliyi inkar eləyir, problemi inkar eləyir, həm özü, həm evi, həm adaptasiya dövrüdür, nə yeyəcək, nə içəcək, ha vaxt yatacaq, hər şey disiplinandır. 2 ayı müqavimətdir. Anlayır ki, problem var, problemi anlatırıq, başa düşür ki, problem var, problemlə başlayır mübarizə aparmağa. Yəni, problemə mübarizə aparmaq olmur. Yəni, problemə təslim olasın ki, problemi həll edəsin. Axırıncı 2 aydakı sağalma prosesidir. Dərrakarlıq sağalma, məcburi deyil. Dərrakarlıq sağalma. Yəni, nə baş verirsə, o axırıncı 2 ayda baş verir. O 4 aysız da sağalma prosesi işləmir. Heç işləmir. Onun ki, mərhələ keçməliyik. Bunun üçün də əsas biz ona görə təklif edirik həmişə ki, prosesi tam keçsin. Tam. Çünki valideynlər ki, gəlir 3 ay 4 ayında aparırlar. Tamam işləmir. Bu da natamam müalicədir. Bundan nəticə gözləmək olmaz. Bu qeyri-mümkün. Çünki bu adam elə 4 aydan sonra qərar vermə formalaşır bunda. Qərar vermə qabiliyyəti formalaşır hələ. Yəni bunlar inanmaq istəmirlər ki,
bunlar itirib qərar vermək qabiliyyətini. Hmm. İtirib də qardaş bu narkotik bizim birbaşa o Beyninizi qərargah işlədir, deyir də. hə. Qərargahımızı darmadağın eləyib də qardaş. Bundan başa düşməməli, əslində heç nə yox. Birinci Ben- 3 ay obrazda olur pasiyent. Aha. Çöldəki kimi yox, obrazda. Maskada, rolda. Ha, olur onun başa düşmək olmur. Gərək bir müddət keçsin ki, onun xəssiyyət qüsurları, onun emosiyaları, onun o dejurni hisslərini, onun hamısını bilmək üçün müəyyən vaxt lazımdır. O müəllim vurğuladığı kimi manipulyasiyalar. Çöldə bir başqadır, gəlir, görür ki, burada olmaz elə olmaq, lazımdır daha çox yararlı olmaq, lazımdır yaxşı görsənmək ki, valideynə dinamika verilsin ki, bu uşaq yaxşıdır. O da biləcək ki, Müalicəyə hə, tabi olur, mama deyilənlərə. eşitsə ki, mən uca yaxşıyam, məni çıxardacaq. Biraz kökəlməlidir, biraz özünə gəlməlidir, biraz səliqəli. Hə. Amma Demək ki, dağılma- hamısını çıxışına hesablayır da bunu ki, Hə, tez yaxşı bir dənə görsənir mən- və bir buradan çıxartsın və davam eləyim çöldə Hə, yenə də hə, narkotik. istifadəmi davam Ha, edir. sağalmaq fikrində olmayan adam belə deyək. Məsələ burdadır. Sən bu başın düz işləmirsə, dünyanın harasına gedirsən get. Sənin birinci psixoloji vəziyyətin salamat vəziyyətə gətirilməlidir və nəyə görə reabilitasiya fayda verdi? Çünki mən danışanda dadaş mən başa düşür. Mənə Empati dadaş qurmaq demir lazım. ki, kişiliyin olsun, buna hərəkət Əsas məsələ odur, düz. Məni qınamır. Mən deyir, mən səni başa düşürəm. Təsəvvür edin ki, mən niyə görə sağalmağa qərar verdim? Bütün dünyanı da loru dildə dağıtmış bir insan, hamının qınadığı bir insan, hamının inciyib küstüyü bir insan, gəlirəm mərkəzə, hamı məni uzaq atır. Biz səndənlik, biz səni başa düşürəm. Mən bilirəm birinci ki, bunlar mənə zarafat edirlər, bunlar mənə nəsədə məsxarəyə qoyublar. Necə mən bütün hamının məndən zəhləsi gedir, ay kişi, sən necə məndən xoşun gələ bilər? Və istərsəməz getdikcə görürəm ki, yox, bunun özü də belə olur. O məni ona Və görə hər başa şey o düşür. motivasiya Amma biz verir də məsələn sizə psixoloqu, təbii ki. psixiatrı çox rahat allada bilirik. Mhm. Çox rahat alladır. Onların başını elə oynatırıq ki, də dırnağa. Aha. Elə başla oynatırıq ki. Mən dəfələrlə olub, aparırlar psixoloqa, çıxıblar ki, uşağın nəyi var, bu əl çəkin də bundan. Azadlıq verin. O deyir ki, bundan azad adam yoxdur. Yox, siz bilmirsiniz. Amma mən onu, çünki içəridə onu elə bir manipulyasiya eləmişdim ki, artıq o çıxıb nə demək, nə dedizdirmək lazım idi onu və Onu valideynimi də dedizdirir. necə onun Aha. əli ilə vura bilərəm. Bilirəm axı, məsəl üçün mənim valideynim hisslərinə yenilən insandır da, belə deyək, duyğusal insandır. Və onu artıq o şəkildə şeydir ki, mənə döyüblər, mənə nə bilim, məktəbdə incidiblər, mən o travmam qalıb, nə bilim, olmayıb belə şeylər. Amma mən Sadəcə uydurursan da, psixoloqu çevirdim öz alətimə də, belə deyək. Bunun üçün də Yəni biz reabilitasiyalar manipulyatörük. faydadır. Bəli. Ən yar ki, həyatımızda olan bir şeydir ki, bütün aslı insanlar manipulyator olur. Manipulyasiyanı çox yüksək səviyyədə bacarır. Qarşımızdakı insanlardan manipulyasiya etməyə bacarır. Amma bu qarşımızdakı insan aslı insandırsa, bu biraz çətin məsələ olur. Qurban müəllim onu demək istəyir. Amma biz ona görə bu reabilitasiya mərkəzində oluruq ki, onlar gəlib bizi manipulyasiya edə bilmirlər. Qurban müəllimin dediyi kimi, reabilitasiya mərkəzinə ilkin gəlmək yerinə valideynlər sonda gəlirlər. İlkin aparırlar, gedirlər Məşdağaya, oradan gedirlər bir psixoloqun yanına, oradan gedirlər bir psixiatrin yanına, dərman yazırlar bir klinik psixoloqun yanına. Bu onsuz da itirdin bir ili. Heç bir nəticədə əldə eləmirsən. Amma gəlirsən sonda reabilitasiya mərkəzinə, nəticəni onda əldə etməyə başlayırsan. Bir də bizdə hələ də bu cəmiyyətdə belə bir şey var da, gizlədir valideynlər ki, kimsə bilməsin, qonşu bilməsin, qohum bilməsin. Əslində hamısı da bilir, Sədə xanım. İnanırsınız? Ayıbdır, hə. Mən çünki dəfələrlə gizlənmişəm. Mənim ailəm də gizlətməyə çalışıbdı. Necə düşünürsüz bu prosesdəki bir valideyn boşluğu da olur buna deyə bilərsən, yoxsa valideynin zərrə qədər günahı yoxdur birisinin narkoman və yaxud da ki, iqraman olmasında? Ya ailədə ana dominant olur, ya ata dominant olur, ya da disfunksiyanal ailə nəticəsində ola bilər. Bəli, belə bir travmalar olur ailə içində. Ailə boşanır, disfunksiyanal ailənin içində övlad böyüyür, ana dominant olur ya da ata dominant olur ki, yox, sən övlad məsəl üçün gedib həkim olmaq istəyir, amma ata-ana dirənir ki, sən hakim olacaqsan, sən belə olacaqsan, sən elə olacaqsan. Övlad bir peşə sahibi olmaq istəyir məsəl üçün, ana-ata imkan vermir ona. Övlad cins şalvar geyinmək istəyir, ana-ata deyir ki, sən kostyum şalvar geyinəcəksən, sən belə oturacaqsan, sən belə gedəcəksən. Bu şeylər övladı sıxır. Və bu sıxıldığı nəticədə boğulur axı, qaçmalıdır. Azadlığı harada tapırsa oraya gedir. Özünü təsdiq eləmək istəyir. yaranır. Ki mən bilirəm də nə geyinmək lazımdır. Demirəm, valideyn övladı nəzarətdə saxlamalıdır.
proqram dili ilə desək kontrolda, belə desək nəzarətdə, amma yetərindən artığı boğur. Yetərindən artığı sən istəmədən öz övladına fəsad verə bilərsən. Yəni bu söhbət aslı insan ya da aslı olmayan insan deyil, ümumilikdə deyil. Yəni yetərindən artığı öz övladına fəsad yetirə Ziyanı bilər. Əlbəttə vurur, ziyan verir. İndi Allaha həmd olsun ki, dövlətin müəyyən orqanları bunlarla məşğul olaraq bəzi şeylərdə qadağalar qoyubdu, üstlərinə düşüblər. Amma 2 il bundan qabaq daha betər idi, daha bərbad vəziyyətdə idi. Bu gün də var. Artıq belə deyim sizə, bir müddətə qədər hamının əli çatırdı. Amma indi hamının əli çatmır deyə cəmaət yenə oynayır, sadəcə gizlin yollarla oynayır. Alkoqolizm niyə çətindir? Çünki rahatdır. Hara getsə tapır onu. Gedir götürür, düzdür. Onlayn qumar oynayırsınız da. Mən bunu eləməliyəm, onlayn saytlara girməliyəm. Bugünkü gün Azərbaycanda hamısı bağlanıb, ya da ki mən kod almalıyam, kodla girməliyəm. Bunun hamısı bir adrenalindir. Narkotik istifadəçisi gedir, narkotik alır, o bir prosesi yaşayır. Adrenalini orada da yaşayır. Geri prosesə getməyə, götürməyə, gəlməyə, istifadə etməyə, bunun hamısı bir vaxt aparır və bir prosesdir. Amma alkoqolizmlə əziyyət çəkən insan üçün dükkana çörək almağa getsən belə sən gözünün qabağında açıq-aşkar satılır. Ona görə alkoqolizmlə əziyyət çəkən insanların prosesi tamam biraz fərqli cür olur və fərqli yanaşmalar olur. Onların qransiyaları da çox sərt şəkildə olur. Gərək onu özləri də istəsinlər. Onu demək istəyirəm ki, onlar daha çox meyillənmirlər gedib müalicə almağa, yox. Alkoqoldan əziyyət çəkənlər. Yox, bəziləri var o balaca belə spirt qablarında, o tibbi spirtləri içirlər. İçki içən insanın, yəni alkoqolik deyirlər də buna, içki asılısının ən son mərhələsi. Ondan sonra ölüm gəlir. Yəni, ucuz əldə eləyə biləcəyi. Əvvəl məsəl üçün hər bir içki asılısında başlayırdı. Toyda bayramda içirdi, işdən sonra içirdi. Artıq bu müddət getdikcə fazalar dəyişirdi. İndi bunun biz bunun dərslərini verdik də həm də burada mərkəz daxilində ki, insanlar bilsin ki, onlarda məsəl üçün içki içən hansı fazadadır, narkotik istifadə, o mərhələlər var orada. Bax, valideynlərim çalışırdı ki, məni öz metodları ilə bu narkotik istifadəsini saxlasınlar, dayandırsınlar. Mən özüm də özümə inanaraq, onları allatmaq düşüncəsi ilə yox. Dəfələrlə Qurana əl basmışam. Getmişim Mir Mövsüm ağaya, özümüzlə Quran aparmışıq ki, Mir Mövsüm ağada da and içsin, Qurana da orada əl bassın. Orada onların da canına and içdirsinlər ki, yəni ikili, üçlü bir and formalar öz düşüncələri ilə ki, bu qurtulsun. Təbii mən də buna and içəndə inanırdım ki, hədəf isə qurtulacam. Amma vallahi evə gəlirdim, yadımdan çıxırdı. Yəni narkomanı Qurana and içmək və yaxud da ki, hansısa bir ziyarətgaha getmək xilas etmir narkotikdən. Nəinki ziyarətgah, nəinki and, nəinki o, bir də görürsünüz belə metod, nəslin ağsaqqalları yığışır. Kişiliyin olsun, vicdanın olsun. Vallahi xəstəlik deyə başımıza dönün. Xəstəyəm mən. Mən o sözü deyirsiniz, mən dəli oluram, qızıqlanıram. Əksinə gedirəm, bu dəfə də bu qızıq hisslərimi, gedirəm növbəti dəfə daha artıq doza eləyirəm ki, əl çəkin də məndən. Çünki nəyə görə? Mən o dozaları qəbul elədikcə, qəbul elə bildiyimə görə, o dozanı tapdığıma görə özümlə fəxr etmə istəri yaşayıram. Mənə daha bir sağlam mühitdə imkan vermədiniz özümü sübut edeyim. Çünki mən olmaq istəyirdim, məsəl üçün həkim, sən dedin ki, yox, sən hakim olmalısan. Mən olmaq istəyirdim müəllim, sən dedin ki, yox, sən idmançı olmalısan. Mən incəsənətlə məşğul olmaq istəyirdim. Kişi nə incəsənət, sən polis olmalısan, məsəl üçün. Bax, bu şəkildə seçim azadlığı demirəm, sırf bu narkotik istifadəsini aparıb çıxartmalıdır. Sadəcə hər kəsdə, bəli, fərqli faktorlar var. Bu da faktorlardan biridir. Səidə xanım, bayaqdan bir 2-3 saatdır buradasınız da. Görürsünüz, bax uşaqlar neçə dəfə çölə çıxıblar. Deyib, bax, qrup şəklində çıxıblar, oturublar, özləri üçün çay içirlər. Bayaqların qrup şəklində çıxdılar, siqaret çəkdilər. Sonra qalxdılar, qrup şəklində qruplarını keçdilər. Tam sərbəst, light, amma yenə də öz disiplin və rejimlə günün cədvəli var. Göstərərəm sizə inşallah ki, raspisaniya ilə hərəkət edirik. Amma qrup şəklində. Gün ərzində çölə çıxmaqdır, baseynə də çimməkdir, oyun vaxtlarıdır, film terapiya vaxtlarıdır, qrup vaxtlarıdır. Hər şey raspisaniya və disiplin şəklində olur. Dəyərli izləyicilər, bir anonsu diqqətinizə çatdırmaq istəyirəm. Hansı ki, Progress Light Reabilitasiya mərkəzində narkotikdən əziyyət çəkən izləyicilərimiz üçün bir müraciətimiz var. Hansı ki, bu izləyicilər qazilərimizdən və yaxud da ki, şəhid ailəsinin üzvlərindən olan birisi üçün nəzərdə tutulur ki, bu insanlar ya mənə, ya da ki, elə bu mərkəzə müraciət etsələr,
bir qazimizin və yaxud da ki, bir daha deyirəm, şəhid ailəsinin üzvü ola bilər, birinin bütün o reabilitasiya, müalicə prosesini tam təmənnasız buranın rəhbərliyi öz üzərinə götürəcək. Bir əlavə detallar da demək istəyirsinizsə, əlavə bir demək istədikləriniz varsa siz də deyin. Elə Səidə xanım dediyi kimi bütün xərcləri öz üstlərimizə götürürük. Bir nəfəri Səidə xanımın adından bizim reabilitasiya mərkəzində tam təmənnasız sağalmağa dəvət edirik. Buranı digərlərindən fərqləndirən məqam nədən ibarətdir? Özəlliklə ona da diqqət eləmək istəyirəm. Burada bu gördüyünüz qapı hər zaman açıqdır. Kim istəsə gedə bilər. O demək deyil ki, elə dərhal qapı açılacaq. Getmək istəyən adamlar üçün danışıqlar aparılacaq. Dəfələrlə qalmağınız daha sizə xeyirlidir deyiləcək, amma bunu bağlı qapı arxasında eləməyəcəklər. Dostcasına rəhbərlər bu narkomaniyadan əziyyət çəkənlərə bu informasiyanı verəcəklər. Başa salmağa çalışacaqlar. Ailələrinə məlumat veriləcək. Yəni kim ki, yox yenə də mənim yolum narkotiklə bərabərdir, narkotiklə yürüyəcəm deyəcəksə, o zaman yenə də buranın qapısı açıqdır. Amma gəlin biz bu bəladan özümüzü xilas etmək yolunu seçək. Mən də öz növbəmdə nəyi bacararamsa sizə o informasiya dəstəyini verməyə hazıram. Yetər ki, hansısa anaların üzü gülsün. Yetər ki, bizim o mərd oğullarımız yenə də həyata tutuna bilsinlər. Mən bunu dəf eləyəcəm, mən bunu keçəcəm və indi həmin o sağalmış şəxslərdən ən azı 3 nəfəri mənim yanımdadır. Bu bir göstəricidir. Ona görə də heç zaman gec deyil. Günü bugün də müraciət eləyin və lazımı dəstəyi də dostlarımız sizə göstərsin.